Şevski-Terner sindromlu insanın baş beyin yarımkürələri qabığının müəyyən hissəsində 4400 cinsi xromosom olarsa, həmin hissədə olan aksonların sayını hesablayın. Bizdən aksonları tapmağımızı istəyir. Sual işarəsi qoyaq. Və Terner xəstəliyi olan insanın genotipini yazırıq. Deməli, burada genotip belə olurdu. Karyotipində 2n bərabərdir 44 üstəgələ x olur. Yəni, yalnız qadın cinsli olurdu və yalnız bir xromosom X daşıyırdı. Bizdə də deyir ki, 4400 cinsi xromosom var. Tamam, əgər bir hüceyrədə bir dənə X varsa, 4400 ədəddə elə belə deyək ki, beyin qabığında hüceyrə vardı. Və biz belə tapırıq ki, sinir toxumasına baxsaq, sinir toxumasında 4400 hüceyrə vardı. Çünki hər hüceyrədə cinsi xromosom bir dənədir, ona görə də birini tapırıq. 1 olduğu üçün belə tapdıq. Və sinir toxuması nədən ibarət idi? 1 neyronlardan ibarət olurdu. Neyron və peyk hüceyrələrdən ibarət olurdu. Peyk hüceyrəsi. Neyron burada x idisə, peyk hüceyrə 10x götürürdü. Yəni 10 dəfə çox idi. Sinir toxumasının özü də 11x kimi verərdik. Və bizdən nəyi soruşur? Aksonları. Akson nəyin tərkibindədir? Neyronun tərkibində. Neyronun altına sual işarəsi qoyaq. Tamam, neyronları tapırıq. Deməli, 11x 4400 olarsa, 11x'imiz bərabərdir 4400 olarsa, deməli, x də taparıq buradan 400 olacaqdır. 400 x'in payına düşəcəkdir. 10x'imiz də olacaqdır 4000. Bizdən nəyi soruşurdu sual işarəsində? Aksonları soruşurdu. Akson da neyronda ola bilər. Peyk hüceyrədə akson olmur. Onun üçün də 400 olaraq qeyd edə bilərik.